Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz funksiyaların çevrilməsidir. Bizim funksiyamız y bərabərdir x kvadratı əsas funksiyamızdır. Əsas funksiyamız koordinat başlanğıcında olub, qolları yuxarıya doğru yönəlmiş paraboladır, təpə nöqtəsi. İkinci funksiyanın qrafikini qurmaqdan ötürü x üstəgəl 3 olduğuna görə 3 vahid qrafik çəkir sola. Belə. Üçüncü funksiyanın qrafikində x çıxılsın 2 olduğuna görə 2 vahid sağa gəlir. Dördüncü funksiyada x kvadratı üstəgəl 4-dürsə 4 vahid yuxarıdan başlayır. X kvadratı çıxılsın 4-dürsə, deməli 4 vahid aşağıdan başlayasıdır funksiyanın qrafiki. Sonra buradan da x plus 1-in kvadratıdırsa, deməli 1 vahid sola, minus 2-dirsə 2 vahid aşağı düşür. Bu olur, deməli 6-cı funksiyanın qrafiki. X çıxılsın 2-nin kvadratıdırsa, x çıxılsın 2 olduğuna görə 2 vahid gəlir sağa, üstəgəl 1-dirsə 1 vahid qalxır yuxarı. Bu olur 7-ci funksiyanın qrafiki. 8-ci funksiyada x üstəgəl 3 olduğuna görə 3 vahid gəlir sola. 3 vahid gəlir sola. Bir dənə də bunu təsvir edeyim. Deməli, 3 vahid gəldi sola. 1 vahid də qalxdı yuxarı. Bu oldu 8-ci funksiyanın qrafiki. 9-da x çıxılsın 1-dirsə 1 vahid gəldi sağa və çıxılsın 1 olduğuna görə 1 vahid düşdü aşağı. Bu da oldu 9-cu funksiyanın qrafiki. İndi burada belə bir nəticəyə gəlmək olar ki, yəni əslində qaydamız var bizim ki, əgər bizə y bərabərdir x çıxılsın m-in mötərizə kvadratı formasında deməli bizə düstur verirsə, burada m böyükdür 0 olduqda, yəni x çıxılsın 3 məsəl üçün. X çıxılsın 3 olanda, deməli m vahid sağa gələsidir. Amma m 0-dan kiçik olanda m vahid sola sürüşəsidir. Və o biri funksiyada da y bərabərdir x kvadratı üstəgəl n olmaq o deyən sözdür ki, n müsbət olduqda n vahid yuxarı qalxır, n mənfi olduqda isə qrafik n vahid aşağı sürüşür. Funksiyalar haqqında da bu qədər. Sağ olun.